Gümrüdə mitinglər, eyni zamanda həbslər davam edir. Keşişlər həbs olundu, Gümrünün meri həbs olundu, daha sonra isə baş memar həbs olundu. Ümumiyyətlə bu həbslər sadəcə həbs kimi qiymətləndirilmir. Həm korrupsiya, həm də digər ölkələrə, ikinci, üçüncü ölkələrə agentlik etmək kimi də qiymətləndirilir. Bu haqda danışacağıq və eyni zamanda sülhə gedirik. Biz Cənubi Qafqazda yeni reallıqlar var və bu reallıqlarda Ermənistan hansı pozisiyada dayanacaq? Bundan danışacağıq. Studiyada qonağım isə millət vəkili Cavanşir Feyziyevdir. Cavanşir müəllim, salam, xoş gəlmişsiniz. Xoş gördük. Cənubi Qafqaz sanki digər ölkələrdən təmizlənir. Bu proses Azərbaycan başladı. Əlbəttə ki, sonra biz bunu Gürcüstanda da müşahidə etdik. Bir sıra narazılıqlar var idi, amma faktlar da var idi. Hazırda Gümrüdə, Ermənistanın ikinci ən böyük şəhərində böyük hadisələr baş verir. Həm də agentlərdən təmizləmədə qiymətləndirə bilərik. Biz bilirik ki, kilsə heç vaxt Nikol Paşinyan hakimiyyətini istəməyib və o hakimiyyətə gələn andan etibarən ona qarşı kilsə tərəfindən təzyiqlər olub. Kilsənin də hara işlədiyini əslində bunu da bilirik. İstərdim bax bunu şərh edək. Necə düşünürsünüz? Hazırda mövcud vəziyyət seçki prosesinə bir müdaxilədirmi, yoxsa əksinə təhlükəsizliyi gücləndirməkdir? Düşünürəm ki, əksinə seçki prosesinə hazırlıqdır və eyni zamanda ölkəni xarici təsirlərdən qorumaqdır. Əslində, Cənubi Qafqaz ölkəsinin son 30 illik tarixinə baxsanız, görərsiniz ki, bunlar üçü də ayrı-ayrılıqda fərqli inkişaf istiqamətləri götürmüşlər 91-ci ildə. Öz müstəqilliklərini elan edəndə onlar hər biri fərqli istiqamətdə inkişaf etməyə qərar vermişdi. Azərbaycan milli müstəqillik və suverenlik yolunu tutmuşdu. Gürcüstan Avropa İttifaqına inteqrasiya olmaq yolunu tutdu. Ermənistan isə Rusiyanın vassalı olaraq qalmaq yolunu tutdu. Və bu 30 illik təcrübə göstərdi ki, yeganə ölkə olaraq Azərbaycanın tutduğu yol daha uğurlu oldu. Və Gürcüstan bir müddət Avropa İttifaqının müxtəlif proqramları çərçivəsində əməkdaşlıq etdikdən sonra indi belə anlaşılır ki, Gürcüstanda baş verən son bir ildə, 2 ildə baş verən hadisələrdən belə anlaşılır ki, Gürcüstan siyasi hakimiyyəti də artıq Azərbaycanın seçdiyi yola yönəlməyə başlayıb. Yəni, bütün güc mərkəzlərindən özlərini bərabər məsafədə tutmağa çalışırlar. Azərbaycan bunu 30 il ərzində edib, ona görə də bugün Azərbaycanın beynəlxalq miqyasda nüfuzu da fərqlidir, onun tutduğu yer də fərqlidir, oynadığı rol da fərqlidir. Gürcüstan 1-2 il bundan öncə kənardan etdiyimiz müşahidələrə görə belə qənaətə gəlmək olar ki, bu yola doğru yönəlib. Ermənistan isə hələ bu yolun lap başlanğıcındadır. Və ona görə də Ermənistan cəmiyyətində həm daxildə, həm xaricdən çox böyük müqavimət var. Paşinyan hökumətinin apardığı və aparmaq istədiyi islahatlara qarşı çox böyük müqavimət var. Və bu müqavimətin təşkilatçıları içində əlbəttə birinci yerdə kilsə və ikinci yerdə xarici qüvvələri təmsil edən revanşist müxalifət durur. Gümrü merinin həbs olunmasını xatırlatdınız. Gümrü meri əslində elə Ermənistanın Rusiyanın vassalı olaraq qalması siyasətinə xidmət edən adamdır. O bir müddət əvvəl də bəyan etmişdi ki, Ermənistanın güya yeganə çıxış yolu Rusiya və Belarusdan ibarət olan ittifaq dövlətinə qoşulmaqdır. Və davamlı olaraq Paşinyan hakimiyyətə gəldikdən sonra Paşinyanın apardığı siyasətə, yəni Ermənistanın əslində müstəqillik siyasətinə qarşı çıxış edir. Və eyni zamanda əlbəttə indi Gümrü merinin həbsindən sonra bir-iki gün sonra baş verən həbslər də onu göstərir ki, orada kifayət qədər korrupsiya faktları var. Yəni, bu qüvvələri neytrallaşdırmaq üçün Paşinyan hökumətinin əlində kifayət qədər faktlar var, argumentlər var. Kilsəyə gəldikdə, kilsə ümumiyyətlə erməni kilsəsi mövcud olduğu zamandan etibarən, yüzillərlə kilsə həmişə Ermənistan cəmiyyətində bir tərəfdən birləşdirici, digər tərəfdən dağıdıcı qüvvəyə malik olub. Amma birləşdirdiyi cəmiyyətləri, ümumiyyətlə dünya ermənilərini birləşdirmək istədiyi
əsas mövzu və ya arqument həmişə terrorla bağlı olub. Ona görə də erməni kilsəsi elə terrorçu təşkilatdır əslində və əslində bu düzdür, onu apostol kilsəsi adlandırırlar, amma bu da saxtadır. Çünki heç bir apostol erməni Qriqoryan dinini təbliğ etməyib və Ermənistan, bugünkü Ermənistan ərazisində İsus Xristosun heç bir apostolu gəlib orada kilsə tikməyib və yaxud orada Xristiyan dini elan etmişlər. Yer gəlmişkən Qarabağ müharibəsində o keşişlər idi ki, əllərinə silah alıb fotoğraf paylaşıb. Bəli, indi isə apostol adlandırdıqları kilsənin rəhbəri Qaregin, ikinci Qareginin ümumiyyətlə kilsə kanonlarını, din kanonlarını pozduğunu bəyan edirlər və Paşinyan əlində faktlar olduğunu qeyd edir. Bütün bunlar digər tərəfdən Samvel Karapetyan faktoru var. Yəni xarici güclərin təmsilçisi olaraq Ermənistanda bizneslə məşğul olan və əslində Ermənistan hakimiyyətini devirmək üçün hazırlanmış üçüncü bir qüvvə də var. Bütün bu qüvvələr təkcə Ermənistanın özünü gərginlikdə saxlamır, təkcə Ermənistanı inkişafdan saxlamır, eyni zamanda bütövlükdə Cənubi Qafqaz regionunun inkişafına təsir göstərir bu hadisələr və belə oxşuyur ki, son illərdə Paşinyan hökuməti siyasi reallıqları tamamilə dərk edir və hətta hiss olunur ki, Paşinyan hökuməti də həm qərbdən, həm şərqdən, həm şimaldan, həm cənubdan özünü tədricən bərabər məsafədə saxlamağa çalışır və dünən İpək yolu zirvə toplantısında Gürcüstanda keçirilən tədbirdə Paşinyanın çıxışı da bunu göstərir ki, Ermənistan hakimiyyətində artıq mövcud siyasi reallıqlar, xüsusilə Cənubi Qafqazla bağlı siyasi reallıqlar dərk edilməkdədir. Məsələn, dünən Paşinyan bəyan etdi ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı bizim üçün də bir model ola bilər. Və bu nə deməkdir? Bu əslində elə o deməkdir ki, Paşinyan hökuməti Gürcüstan və Azərbaycanın son 30 il ərzində qurduğu əməkdaşlığı öz-özündə təhlil edir və Gürcüstanlı həmkarları vasitəsilə də söhbətlərdən sonra belə qənaətə gəlir ki, bəli, Gürcüstanın əslində müstəqil qalmasının əsas şərti onun Azərbaycanla əməkdaşlıq etməsindən asılı olub bu 30 il ərzində də. Və ona görə Ermənistan bütün bu imkanların vaxtında, zamanında itirildiyini başa düşür və bu imkanları bərpa etmək istəyir. Ona görə Ermənistan Azərbaycanın atdığı son addımlara dərhal pozitiv münasibət bildirdi və dərhal qarşılıqlı addım haqqında öz bəyanatını verdi. Azərbaycan ərazisindən Ermənistana keçən tranzit yüklərin buraxılmasına icazə verildiyi an elə həmin gündə Paşinyan bəyanat verərək Türkiyə və Azərbaycan arasında Ermənistan üzərindən keçməklə bütün güclərin və insanların hərəkətinə hazır olduqlarını bildirdi. Və belə bir şəraitdə bizə qalır gözləmək ki, Ermənistandakı gələn il seçkiləri ərəfəsində baş verən hadisələrin öhdəsindən hakimiyyət necə gələcək. Və çox güman ki, Paşinyan hökuməti hər hansı bir problemin aradan qaldırılması üçün əvvəlcə o problemi bilmək lazımdır və problemlər də artıq məlumdur. Ermənistanda seçki ərəfəsi mühitdə yaranan biləcək problemlər artıq məlumdur və keşişlərin həbsi, Gümrümerinin həbsi və digər biznes təmsilçilərinin həbsi də məhz bununla bağlıdır. Və belə düşünürəm ki, Paşinyan hökuməti gələn ilin seçkilərində qalib gələ biləcək. Əgər hansısa fövqəladə bir hadisə baş verməzsə, xarici qüvvələr tərəfindən hər hansı bir kobud müdaxilə baş verməzsə, Ermənistan cəmiyyətindəki bugünkü durum, bugünkü cəmiyyətin münasibəti Ermənistan hakimiyyətinə, Paşinyan hökumətinə müsbətdir. Cənuş müəllim, indi sizlə danışa-danışa təxminən 10 dəqiqə bundan əvvəl Ermənistan İstintaq Komitəsinin yaydığı bir məlumatı izləyicilərimizin də elə diqqətinə çatdıraq və məlumat bundan ibarətdir ki, 13 человек арестованы по делу массовых беспорядков в Gümrü. 13 nəfər Gümrüdə
baş vermiş kütləvi ixtişaşlara görə həbs olunublar və yer gəlmişkən azyaşlılar da var. Daha doğrusu yeniyetmələr var. Onlar da ev dustaqlığına və ölkəni tərk etməmə əmri verilib onlar haqqında. Həbslər davam edir. Həbslər davam edir, amma sualım bundan ibarətdir ki, bu eyni zamanda Cənubi Qafqazın da bir təhlükəsizliyin pozulması deməkdir. Seçkilərə müdaxilə olunarsa, Cənubi Qafqazda, daha dəqiq desəm, biz indi sülhə gedirik. Qərb qonşularımızda bir təhlükəli vəziyyət yaranarsa, Azərbaycanın hansı addımı atacağı gözlənilir? Azərbaycan zaten regionun təhlükəsizliyini qoruyuruq. Onsuz da 30 il ərzində Azərbaycan nəinki qonşu ölkədəki problemlər, hətta öz ölkəsində 20% torpaqlar işğal olunmuş vəziyyətdə belə öz inkişaf yolundan dayanmayıb. İstənilən halda Azərbaycan həm qərblə, həm şərqlə özünün əməkdaşlığını qurub və bu əməkdaşlıq kifayət qədər uğurlu olub. Yəni bu 30 ildə işğal dövründə olduğundan daha ağır vəziyyət Cənubi Qafqaz üçün ola bilməz istənilən halda. Tutaq ki, Ermənistanı hər hansı bir şəkildə ümumiyyətlə kənar qüvvələr gəldi, işğal etdi. Yenə də, hətta bu da Azərbaycanın və Gürcüstanın inkişafına elə əsaslı bir təsir göstərməyəcək. Təsir göstərəcək əlbəttə. Əlbəttə, ideal variant odur ki, 3 Cənubi Qafqaz ölkəsi birlikdə qarşılıqlı əməkdaşlıq yolu ilə və eyni istiqamətdə inkişaf etsinlər. Yəni, siyasi məqsədlər, gələcək ölkənin dünya siyasi sistemində gələcək yeri və rolu haqqında düşüncələr və planlar təxminən bir-birinə uyğun olsa, bu daha effektli ola bilər. Məsələn, necə Baltikyanı ölkələrdə olduğu kimi, onlar SSR-dən ayrılanda onların da arasında eyni Cənubi Qafqazda olduğu kimi nifaq salmaq planları var idi Moskvanın. Amma onlar buna nail ola bilmədilər və ona görə də onlar hamıdan daha tez Avropa İttifaqına inteqrasiya etdilər, hətta NATO-ya üzv ola bildilər. Bizim belə bir məqsədimiz yoxdur. Nə Avropa İttifaqına üzv olmaq, nə NATO-ya üzv olmaq. Biz sadəcə milli suverenlik və müstəqilliyimizi qoruyub saxlamaq istəyirik. Bizim onsuz da inteqrasiya olunduğumuz və olunacağımız başqa beynəlxalq təşkilatlar var. Kifayət qədər belə təşkilatlar var. Biz həm BMT-nin üzvüyük, həm Avropa miqyasında təsisatlanmış çoxsaylı təşkilatların üzvüyük, həm Türk Dövlətləri Təşkilatını yaratmışıq. Ona görə də bizim NATO və Avropa İttifaqına üzvülük problemimiz yoxdur, belə bir sual durmur. Amma əməkdaşlıq hamı ilə əməkdaşlıq üçün Azərbaycan açıqdır. Ermənistan və Gürcüstanın da eyni ilə bu mövqedən çıxış etməsi bütövlükdə Cənubi Qafqaz regionunun daha sürətli inkişafına səbəb ola bilər və xüsusilə də ona görə ki, Cənubi Qafqaz regionu bütövlükdə Avrasiya üçün çox strateji nöqteyi nəzərdən əhəmiyyətli bir coğrafiyadır. Və bu coğrafiyadan lazımi şəkildə istifadə etməklə, onun verdiyi, açdığı imkanlardan yararlanmaqla hər üç ölkəni ən yüksək inkişaf etmiş ölkəyə çevirmək imkanları var. Amma uzun müddət bunu qonşu ölkədə, Ermənistanda anlamadıqları üçün bu regionun inkişafı kifayət qədər geridə qalıb. Amma bütün bunlara baxmayaraq, bayaq dediyimiz kimi yenə də Azərbaycan və daha sonra Gürcüstan Ermənistana nisbətən daha yaxşı vəziyyətdədir. Həm qlobal siyasi sistemə, iqtisadi sistemə inteqrasiya baxımından, həm region ölkələri ilə əməkdaşlıq baxımından, həm ölkəyə qoyulan xarici investisiyalar baxımından və ölkədə hər hansı bir gərginlik xarici investisiyaları uzaqlaşdırır ölkədən. Yəni Ermənistan bugün Cənubi Qafqaz ölkələri arasında ən çox investisiyaya ehtiyacı olan bir ölkədir. Və əgər bu gərginliklər davam edərsə, qarşı durmalar davam edərsə, seçkilərə qədər, seçkilərdən sonra da davam edərsə, Ermənistanın inkişafı tamamilə sual altındadır, hətta onun yox olması ehtimalı da ortaya çıxa bilər. Və ona görə düşünürəm ki, Paşinyan hökuməti bunu anlayır və eyni zamanda xarici müdaxilələr qismən azalıb və hal-hazırda Ermənistan hökumətinin əsas rəqibləri, deyək ki, onlara təzyiq və təhdid göstərən qüvvələr kilsədir, sizin qeyd etdiyiniz kimi diasporadır və ölkə daxilində olan revanşistlərdir. Bu üç qüvvəni seçkilər ərəfəsində neytrallaşdırmaq Ermənistan hökumətinin hazırki vəzifəsidir. Cavanşir müəllim, necə düşünürsünüz? Ermənistan ictimaiyyəti də bunu müzakirə edir. Seçkilər olarsa və Paşinyan
məğlub olarsa deyək ki, amma nəzər almaq lazımdır ki, Paşinyan yeganə adekvat Ermənistan lideri idi ki, Azərbaycan ən azından sülh istiqamətində müəyyən addım atdı, daha doğrusu məcbur oldu atmağa. Alternativ varmı? Misal üçün Simonyanı deyirlər, amma o Nikol Paşinyanın dostudur. Amma bu təcrübədə Rusiyada var ki, Medvedev də Putinin dostuydu. Yox, əslində mümkündürmü? Əlbəttə yox. Çünki seçkilərə müdaxilə etmək istəyən qüvvələr üçün Simonyan və Paşinyan eyni şəxslərdir. Bəli, onlar çox yaxın dostlar. Həm yaxın dostlar, həm də eyni siyasi əqidənin tərəfdarlarıdır. Yəni, fərq etməz, Paşinyan oldu baş nazir və ya Simonyan oldu, siyasi xətt dəyişməyəcək. Ona görə də Paşinyanı aradan götürməklə Simonyanın baş nazir olmasını heç kimə sərf eləmir. Yəni xarici qüvvələrə. Mirzəyan belə şübhələr var, amma əlbəttə bu şübhə olaraq, yəni mətbuatda gedən yazılar, təhlilçilərin analizləri və gəldikləri qənaətlər, ehtimallar, irəli sürdükləri ehtimallar. Amma istənilən halda Mirzəyan da eyni komandada çalışan adamdır. Amma bəzən fərqli istiqamətdə danışır. Həm də Nikol Paşinyana zid. Bəli, bəli. Ona görə də belə şübhələr və ehtimallar yaranır. Amma baxın, istənilən hökumətin daxilində, hətta bizim öz hökumətimizdən də misal götürsək, fərqli-fərqli zamanlarda xarici qüvvələrə işləyən adamlar olur. Bəli. Və bu adamlar adətən uzun müddət maskalana bilirlər və hansısa bir siyasi məqamda onlar ortaya çıxır və hakimiyyəti ələ almağa cəhd göstərirlər və s. Ona görə Ermənistanda da Paşinyan komandasından kiminsə hansısa bir məqamda Paşinyanın əleyhinə gedərək onun devrilməsinə yardım etməsini istisna etmək olmaz. Amma bunlar ehtimaldır və çox az dərəcədə uğurlu ola biləcək ehtimallardır. Çünki Ermənistan cəmiyyətinin çoxunda artıq Paşinyan elə bir fikir formalaşdıra bilib ki, Ermənistanın yeganə yolu real Ermənistan uğrunda mübarizə aparmaqdır. Real Ermənistan elə Paşinyanın əsas lozungu, əsas sloqanı bundan ibarətdir. Real Ermənistan isə ondan ibarətdir ki, onun müxtəlif beynəlxalq sənədlərdə təsdiq olunmuş ərazisi və həmin ərazidə onun mövcud dövlət quruluşu. Və bununla razılaşmayan təəssüf ki, ümumiyyətlə Ermənistan yarandığı vaxtdan 100 ildən də artıq keçən bir dövr ərzində ermənilər heç vaxtı özlərinin real Ermənistanı ilə kifayətlənməyiblər. 9000 kvadrat kilometrdə yaranmış dövləti onlar bu cür təxribatlarla 28 minə gətirib çıxarıblar. Ermənistanla bağlı bir fikir səsləndirmək istəyirəm. Çünki bu Nikol Paşinyanın dediyi bir sözdür. O müharibəyə qədər deyirdi ki, Qarabağ Ermənistandır nöqtə, xatırlayırsınızsa. Daha sonra isə o çıxdı dedi ki, Qarabağ Azərbaycandır. Və ona sual ünvanlananda ki, bu fikri dəyişməkdə səbəb nə oldu? Deyirdi ki, mən əvvəllər Xülyalardakı Ermənistanda yaşayırdım, indi real Ermənistanda yaşayıram. Yəni, real Ermənistan deyəndə izləyicilərimiz üçün də aydın olsun ki, hansı Ermənistandan söhbət gedir. Bir də Canan müəllim, diaspora ilə bağlı münasibətlərdən biz danışdıq. Yadınızdadırsa, Praqaya gedəndə Ermənistanın baş naziri diaspora nümayəndələri ilə görüşmüşdü və orada ona belə bir söz deyilmişdi ki, sən heç kimə lazım deyilsən, sən heç özünə də lazım deyilsən. Diasporanın təzyiqi ola bilərmi ki, Nikol Paşinyan seçilməsin? Əlbəttə var. Yəni, nəinki ola bilər, bu var. Və bu açıq şəkildə diaspora, yəni, nə qədər güclüdür? Dünyanın müxtəlif ölkələrində təşkilatlanmış diaspora demək olar ki, böyük əksəriyyəti ilə Nikol Paşinyan hökumətinin əleyhinə təbliğat aparır. Məsələn, Rusiyada ermənilər tərəfindən idarə olunan bir çox telekanallar var ki, onlar elə bütün günü Ermənistan siyasi hakimiyyətinə qarşı təbliğat aparırlar. Amerikada belə təşkilatlar çoxdur, Fransada belə təşkilatlar və telekanallar çoxdur. Yəni, bunlar bu internet TV vasitələri ilə kütləvi şəkildə bütün dünya boyunca Ermənistandakı bugünkü hakimiyyət əleyhinə təbliğat aparırlar. Amma Paşinyan özü dedi, özü bildirdi və onun dediyi təxminən belə ki, mən Ermənistanın baş naziriyəm və Ermənistanda yaşayan ermənilərin baş naziriyəm. Ermənistandan kənarda yaşayan bütün ermənilərin mənə aidiyyatı yoxdur, mənim də onlara aidiyyatım yoxdur. Və o bunda haqlıdır. Əlbəttə, hər bir dövlət başçısı öz dövləti üçün cavabdehdir. Xarici ölkələrdə yaşayan, xarici ölkələrin vətəndaşlığını qəbul etmiş şəxslər həmin dövlətlərin vətəndaşlarıdır. Bəli,
etnik kök bağlılığı ilə əlaqədar onlar həmişə öz vətənlərində xoş qarşılana bilər, amma bu heç o demək deyil ki, başqa bir dövlətin vətəndaşları və yaxud siyasi təşkilatları digər bir dövlətin, bu halda Ermənistanın daxili işlərinə qarışa bilər. Əslində bütün qayda qanunlara görə bu qarışa bilməz. Və sizin dediyiniz kimi müharibədən əvvəl Paşinyanın dediyi cümlə və sonra onun gəldiyi qənaət əslində Vətən müharibəsi Paşinyan və Paşinyanın komandası üçün böyük bir siyasi akademiya oldu. Onlar siyasətin içində məhz bu 44 gün ərzində biçdilər. Və ona görə də hazırda düşünürəm ki, Ermənistan hökumətinin tutduğu yol doğru yoldur və regionda sülhün bərqərar olunmasına və əməkdaşlığın açılmasına, ölkələr arasında əməkdaşlığın yaranmasına xidmət edir. Və bu da bütün Cənubi Qafqaz ölkələri üçün, o cümlədən Azərbaycan üçün faydalıdır. Çox sağ olun Cavanşir müəllim, təşəkkür edirik. Gəldiniz, suallarımızı cavablandırdınız. Bəli, Nikol Paşinyanın sonda bir cümləsini dediniz. Mən Ermənistanda yaşayan ermənilərin baş naziriyəm, amma müqayisə etmək istəmirəm əsla. Amma ölkə başçısının, Prezident İlham Əliyevin də bir ifadəsi var idi ki, mən bütün Azərbaycanlıların prezidentim. Burada eyni zamanda siyasi güc. Amma bunu demək üçün bəli, siyasi güc lazımdır. Ermənistan rəhbərinin o gücü yoxdur. Düzdür. Tam sizinlə razıyam və biz Gümrüdən, Ermənistanda, qərb qonşularımızda baş verən hadisələrdən, regiona müxtəlif qüvvələrin təsirindən və Azərbaycanın qətiyyətli addımlarından danışdıq və studiyada qonağı millət vəkili Cavanşir Feyziyev idi. Biz ayrılan vaxt başa çatdı. Sabah yenidən görüşərik. Hələlik.